Hər kəs salamlayıram. Bu videoda 1989-cu ildə Sela Olimpiyadasında düşmüş 2 sualın həllinə baxacağıq. Gəlin vaxt itirmədən keçək ilk edəcəyimiz suala. Deməli, ilk edəcəyimiz sual həmin olimpiyadanın 1989-cu il Sela Olimpiyadasının 3-cü sualıdır. Gəlin vaxt itirmədən başlayaq. Deməli, belə bir şəkil verib və şəkildə deyilir ki, bu düzbucaqlı üçbucağın katetləri A və B-dir. Kiçik katet A, böyük katet B. Və betonsu da C-dir. Və deyilir ki, diametri C olan bir yarım çevrə çəkilir. Diametri A olan bir yarım çevrə çəkilir, şəkildə görsəndiyi kimi və həmçinin diametri B olan bir yarım çevrə çəkilir. Və deməli, səhra rəngdə boyanan sahələrində kiçik olanı X-dir, böyük olanı Y-dir. Və bunların cəminin qiymətini tapın deyir. Burada biz onların cəmini ABC ilə ifadə edəcəyik. Gəlin təpələri işarə edək. Bura olsun A təpəsi, bura B olsun, burada C olsun. İndi gəlin biz hər bir hissənin sahəsinin simvollarına işarə edək. Tutaq ki, bu deməli səhra hissənin sahəsi S1 olsun, digər səhra hissənin sahəsi S2 olsun. Bu arada qalan ağ hissənin sahəsi S3, digər hissənin sahəsi S4, son olaraq sarı hissənin sahəsi də S5 olsun. İndi biz bu sahələrin qiymətlərini tapmağa çalışacağıq. Gəlin başlayaq. Deməli, S5. S5-i mən necə ifadə edə bilərəm? Baxın, S5. S5 bərabərdir. S5 nədir? Katetləri A və B olan düzbucaqlının sahəsidir. Katetləri A və B olan düzbucaqlının sahəsi də nəyə bərabər idi? AB bölünsün 2-yə bərabər idi. Aha. S5-i tapdım. Bunu burada saxlayıram. Belə. İndi digərlərini tapmağa çalışaq. S1 üstəgəl S3. S1 üstəgəl S3 nədir? S1 üstəgəl S3 diametri A olan yarım çevrənin sahəsidir. Deməli, mən bütün çevrənin sahəsini taparam. Yəni, diametri A olan çevrənin sahəsini tapıb 2-yə bölərəm. Onda istənilən nəticəni əldə eləyərəm. Diametri A olan çevrənin sahəsi. Deməli, diametri A olan çevrənin sahəsi nədir? Deməli, əgər radiusun biliriksə, nəyə bərabər idi? Pi r kvadrat bölünsün 2. Yarım çevrədən söhbət gedirsə. İndi r-imiz diametrin yarısına bərabərdir. Diametri də A-ya bərabər olduğuna görə r-imiz A böl 2, yəni 0,5 A olacaq. 0,5 A-nın kvadratı bölünsün 2. Bu da bərabər olur pi A kvadrat bölünsün 8-ə. Deməli, S1 üstəgəl S3-ü də burada saxlayaq. İndi digərini tapıram. S2 üstəgəl S4-ün sahəsi. S2 üstəgəl S4. S2 üstəgəl S4 nəyə bərabərdir? S2 üstəgəl S4 diametri B olan yarım çevrənin sahəsinə bərabərdir. Bunu da əvvəlki qayda ilə hesablayacağım. Burada nəyə bərabər olacaq? Pi vurulsun. R-imiz nədir? B bölü 2. Yəni 0,5 B. R kvadrat olduğuna görə 0,5 B-nin kvadratı bölünsün 2 olacaq. Çünki yarım çevrənin sahəsini hesablayırıq. Bərabərdir. Bu da pi B kvadrat bölünsün 8-ə bərabər olacaq. Bunu da belə kənara qoyaq. İndi nəyə hesablayaq? İndi bu böyük yarım çevrəni görürsünüz. Bu yarım çevrənin sahəsini hesablayaq. Bu yarım çevrə hansı elementlərdən ibarətdir? S3, S4, S5-in cəmindən ibarətdir. Yəni, bunu necə yaza bilərəm? S3 üstəgəl S4 üstəgəl S5 bərabərdir nəyə? Bu yarım çevrənin gördüyünüz kimi diametri C-dir. Necə bilirəm diametri C-dir? Çünki burada gördüyünüz kimi bu qövs
90 dərəcəyə bərabərdir. Yəni mərkəzi daxilə çəkilmiş bucaq 90 dərəcəyə bərabərdir. Daxilə çəkilmiş bucağın dərəcə ölçüsü 90 dərəcə olanda da teoremdir ki, bu diametrə söykənir deməkdir. Deməli, S-miz bu yarımçevrədə diametrdir. İndi bu yarımçevrənin sahəsi nə idi? Yarımçevrənin sahəsi pi vurulsun radiusun kvadratı bölünsün 2. İndi radius diametrin yarısıdır, yəni C-nin yarısı. 0,5 ise buradan da cavab çıxır. Deməli, P vur 0,25 S kvadrat bölünsün 2. Bu da P S kvadrat bölünsün 8. Bunu da burada qeyd edək. Aha. İndi gəlin burada ifadələrin hər birinə nömrələr verək. Tutaq ki, bu ifadə 1 olsun, bura 2 olsun, bu 3 olsun, bu da 4 olsun. İndi belə bir şey eləyək. İkinci ifadə ilə üçüncü ifadəni toplasam. Belə yazaq da 2 üstəgəl 3. Yəni ikinci ifadə ilə üçüncü ifadəni toplasam tərəf-tərəfə nə olar? S1 üstəgəl S2 üstəgəl S3 üstəgəl S4 olar. Sol tərəfdə, sağ tərəfdə də nə olar? Bərabərdir 8 ortaq məxrəc olacaq, pi mötərizə xaricinə çıxacaq. A kvadrat üstəgəl B kvadrat. İndi bunu bir daha yazaq. S1 üstəgəl S2 üstəgəl S3 üstəgəl S4. İndi baxın, bu düzbucaqlı üçbucaq deyil. Düzbucaqlı üçbucaqda katetlərin, yəni A və B-nin kvadratları cəmi hipotenuzun, yəni C-nin kvadratına bərabərdir də, düzdür. Yəni A kvadrat plus B kvadratın yerinə mən S kvadrat yaza bilərəm də. Ona görə orada əvəzinə S kvadrat yazacağım. Pi S kvadrat bölünsün 8. Aha. Bu pi S kvadrat bölünsün 8 məndə bu ifadə deyildi. Dördüncü ifadə. İndi mən bu pi S kvadrat bölü 8'in əvəzinə S3 üstəgəl S4 üstəgəl S5 yaza bilərəm də. Onda nə yazacağım? S3 üstəgəl S4 üstəgəl S5 əvəzinə yaza bilərəm. Çünki burada yazmışdı o da burada sonuncu ifadədə. İndi bunu bir daha yazaq. S1 plus S2 plus S3 plus S4 bərabərdir S3 üstəgəl S4 üstəgəl S5. S5. Aha. İndi baxaq. S3 ilə S4 burada islah gedəcək. Yerdə nə qalacaq? S1 üstəgəl S2 bərabərdir S5. S1 üstəgəl S2 məndən istənilən cəm deyildi. X plus Y. Yəni bu səhrai yerdə göstərilən sahələr X və Y idi. Yəni səhrai yerdə göstərilən sahələrin cəmi soruşurdu da məndən. Bunların cəmi də buydu. Bu da nəyə bərabərdir? S5'ə bərabərdir. S5'in də qiymətini AB bölü 2 olaraq tapdığıma görə bu AB bölü 2'ə bərabər olur. Yəni S1 üstəgəl S2'nin cəmi ABC ilə ifadə olunsa AB bölü 2 nəticəsi əldə olunur. Yəni bu cəmi biz AB bölü 2 şəklində yaza bilərik. İndi keçək 5-ci suala. Deməli, bu da həmin olimpiyadanın 1989-cu il Çili olimpiadasının 5-ci sualıdır. Deməli, deyilir ki, ABC üçbucağıdır. ABC üçbucağının 3 tərəfinin 3'ü də rasional ədəddir. Və C təpəsindən bir hündürlük endirilir. Hündürlüyün oturacağı da D nöqtəsi olur. Əgər bunun tərəfləri rasional ədəddirsə, hündürlüyün ayırdığı parçaların hər birinin rasional olduğunu sübut edin deyir. Deməli, baxaq. İndi bu üçüncü tərəf C-dir də. Yəni, mən bunların tərəflərini ABC ilə işarə edirəm və ABC rasional ədəddir deyirəm. Çünki şərtdə elə verilib. İndi bu AD parçasına mən K desəm, BD parçası da nə olacaq? C minus K olacaq ki, cəmləri C-yə bərabər olsun. İndi əgər mən sübut eləsəm, K
rasional ədəddir. Rasional ədəddən rasional ədədi çıxanda mənə yenə bir rasional ədəd verəcək. Yəni AD-nin rasional olmasını sübut eləsəm, elə BD-nin də rasional olduğu oradan çıxır. Gəlin indi bunu həll edək. İndi bu CD hündürlüyüdür də, düzdür? CD hündürlüyüdür. İndi nəzər yetirək ADC üçbucağına. Bu bir düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqda burada Pifagor teoremini tətbiq eləsəm, deməli, üçbucaq ADC-də Pifagor tətbiq eləsəm nə olar? AD-nin kvadratı üstəgəl CD-nin kvadratı bərabərdir A-nın kvadratı. AD nə idi? K. K kvadrat üstəgəl CD-nin kvadratı bərabərdir A kvadratı. Aha. İndi üçbucaq CDB-yə baxanda burada da bir Pifagor teoremi görürük. Burada da Pifagor teoremini yazsaq, yəni tətbiq eləsək, deməli CDB üçbucağında nə olacaq? CD-nin kvadratı bərabərdir. Daha doğrusu CD-nin kvadratı üstəgəl BD-nin kvadratı bərabərdir B kvadratı. CD-nin kvadratı üstəgəl BD C minus K idi. C minus K-nın kvadratı bərabərdir B kvadratı. İndi baxaq, burada CD-nin kvadratı bərabərdir A kvadrat minus K kvadrat. Burada CD-nin kvadratı bərabərdir B kvadrat minus C çıx K-nın kvadratı. İndi mən bu ifadələri bir-birinə bərabər eləyə bilərəm də, ikisi də CD-nin kvadratına bərabərdir. İndi bunları bir-birinə bərabər eləyək. A kvadrat minus K kvadrat bərabərdir B kvadrat minus C çıx K-nın kvadratı. Sadələşdirsəm, A kvadrat minus K kvadrat bərabərdir B kvadrat minus C kvadrat minus K kvadrat plus 2SK SK. Deməli, mənfi K kvadratlar islah gedəcək. İndi belə eləyək. B kvadrat və mənfi C kvadratı digər tərəfə atsaq, A kvadrat plus C kvadrat minus B kvadrat bərabərdir 2SK. Mən buradan K-nı necə taparam? K bərabərdir A kvadrat üstəgəl C kvadrat çıxılsın B kvadrat bölünsün 2C. İndi baxaq. Mənə nə lazım idi? K-nın rasional olmasını isbat eləmək lazım idi, sübut eləmək lazım idi. İndi baxıram, ABC-nə rasional verir də, düzdür. ABC rasionaldırsa, bu ifadənin qiyməti də bir rasional ədədə bərabər olacaq. Rasional ədədlərin kvadratları cəmi də elə bir rasional ədədə bərabərdir də, düzdür. İndi məxrəcə baxıram, məxrəcdə 2C var. 2 onsuz da bir rasional ədəddir. C-ni də şərtdə vermişdi də, yəni üçbucağın tərəflərindən biri olduğuna görə C də rasional ədəddir. Deməli, məxrəcdə rasional ədəddir, sürətdə rasional ədəddir. Yəni, K-mız 2 rasional ədədin nisbətinə bərabərdir. Onda K-mız da avtomatik bir rasional ədəd olacaq. Biz buradan sübut elədik ki, K-mız da bir rasional ədəddir. Rasional ədəddir. İndi K rasionaldırsa, C çıx K-ya baxaq. C minus K. C rasional olduğuna görə C minus K da bir rasional ədəd olur. Yəni, CD hündürlüyünün ayırdığı parçalar rasional ədəd olur. Əgər ABC üçbucağının bütün tərəfləri rasional ədəd olarsa. Bu qədər. 2 sualı birlikdə həll elədik. Ümid edirəm video sizlər üçün faydalı olar. Sağ olun.